Əziz abituriyentlər, salam, hər vaxtınız xeyir olsun. Deməli, biz dünyanın fiziki xəritəsində litosfer bölməsində adı çəkilən hər bir relyef haqqında danışmalıyıq və bunlar test tapşırıqlarına düşür, yəqin ki. Deməli, biz öyrəndik ki, bax, bugünkü yer səthinin relyefi, yer səthinin bugünkü relyefi ki, öz əksini fiziki xəritədə tapmışdır. Bu, yerin geoloji inkişaf mərhələsində baş vermişdir. Yerin geoloji inkişaf mərhələsində baş vermiş bu yer səthinin relyefi haqqında nə danışmalıyıq? Götürək hər hansı bir materiki. Ya Şimali Amerika materiki olsun, ya Cənubi Amerika materiki olsun və yaxud da deyək ki, yer kürəsinin relyefi geoloji cəhətdən neçə yerə bölünür sualına cavab vermək üçün necə cavab veririk? Baxın, biz bunu Cənubi Amerikada da sual verə bilərik. Cənubi Amerikanın geoloji quruluşu iki yerə bölünür. Yəni, geoloji quruluşuna görə Cənubi Amerikanı bölürük iki yerə. Hansıdır o? Birinci onun geosinklinal hissəsi, yəni qərb hissəsi geosinklinal hissəsi və onun şərq hissəsi platforma hissəsi. Eləcə də Şimali Amerika üçün biz bu sözü deyə bilərik və eləcə də yer kürəsi üçün deyə bilərik ki, geoloji quruluşuna görə yer kürəsinin geosinklinal və platformalar bölünməsini biz artıq nəticə çıxartmalı oluruq. Deməli, indi ona görə də biz birinci növbədə artıq başa düşürük ki, geosinklinal ərazilərdə, məsələn, bu Antarktida geosinklinalında və yaxud da Alp-Himalay geosinklinalında, Sakit Okean odlu qövsündə, deməli, və yaxud da ki, Orta Okean dağ silsilələri boyunca deməli dağlar yerləşir və biz bu dağları xəritədə göstərməyə bacarmalıyıq, əziz şagirdlər. Və o dağların da təsnifatını artıq bilirsiniz ki, dağlar təsnifat edirik necə? Deməli, yaşına görə, cavan qədim, ondan sonra mənşəyinə görə, yəni ki, qırışıq dağlardır, qırışıq faylı dağlardır, yoxsa faylı dağlardır mənşəyinə görə və nəhayət hündürlüklərinə görə də təsvir edirik, yəni yadımıza saxlamalıyıq. Və yəqin ki, bütün dağlar, qırışıqlıqlar 5 dağa əmələ gəlmə mərhələsində baş vermişdir. Deməli, əziz uşaqlar, Baykal, Kaledon, Hertsin və Mezozoy qırışıqlığında yaranan dağları biz qədim dağlar kimi təsəvvür edirik. Alp qırışıqlığında, yəni Kaynazoy arasında əmələ gələn dağları isə cavan dağlar sırasında sayırıq. Ona görə də hər bir materiki öyrənəndə mütləq onun vulkanlarını, cavan dağlarını, qədim dağlarını, ondan sonra deməli, platforma hissələrində olan düzənlikləri də söyləməlisiniz. Və yəqin ki, xəritə tapşırıqlarından biri də platformalarda yerləşən qalxanları da deməyi bacarmalısınız. İndi gəlin birinci növbədə Şimali Amerikadan başlayaq və Şimali Amerika mütləq hündürlüyünə görə deməli, neçənci materikdir? Üçüncü materikdir. Əslində, belə desək daha yaxşı olacaq. Mütləq hündürlüklərinə görə materiklər birinci yerdə Avrasiya, Ən-Uca zirvəsi Comoluk Maya, Everest zirvəsinə görə deyirik. İkinci Cənubi Amerikanı deyirik. Mütləq hündürlüyünə görə burada onun 6960 metr hündürlüyü olan Aconcagua dağına görə deyirik. Üçüncü Şimali Amerikada Alyaska yarımadası tərəfdə Denali, yəni və yaxud da McKinley dağı 6194 metr olan McKinley zirvəsi. Dördüncü yerdə Kilimanjaro, Afrikada 5895 metr hündürlüyündə olan Kilimanjaro dağını deyirik. Nəhayət Antarktidada Vinson masivi 5140 metr hündürlüyündə olan Vinson masivini deyirik. Nəhayət deməli Avstraliya Kostyoşka zirvəsi, Avstraliya Alplarında 2228 metr hündürlüyə çatan
dağı deyirik və qitələrdə də Avropanın ayrıca Alp dağlarındakı Mont Blanc zirvəsinə görə 4807 metr hündürlüyündə olan Mont Blanc zirvəsinin adını çəkirik. Deməli, indi gəlin başlayaq. Birinci Şimali Amerikada Kordilyer dağları, onun cavan dağlardır. Əslində orada sahil Kordilyerlər. Biz onu Kaynazo qırışıqlığında vermişik. Və burada Kaskad Sıra dağları, Sierra Madre dağları, Sierra Nevada dağları kimi dağların adını çəkmək olar və biz bunlara qrup halında nə deyirik? Kordilyer dağları, sahil Kordilyer dağları əmələ gəlir. Amma onun şərq tərəfində qayalı Kordilyer dediyimiz isə Mezozoy qırışıqlığına aiddir. Şimali Amerikanın o geosinkronal hissəsində yerləşən vulkanların da adını çəkmək lazımdır. Şimali Amerikada yerləşən vulkanların adını çəkirik. Baxın, orada Rainier, Amerika Birləşmiş Ştatlarında yerləşən Rainier vulkanının adını çəkirik, Shasta vulkanının adını çəkirik. Alyaskada Şişaldina vulkanının adını çəkmək olar. Meksika tərəfdə Colima vulkanı, ondan sonra Popocatépetl vulkanı, Arecibo vulkanı, nəhayət orada Toxumolco vulkanının adlarını çəkmək olar. Deməli, onun bu Şimali Amerikada yerləşən vulkanlarla bərabər deməli, dağların adını çəkirik və eyni zamanda Şimali Amerikada geosinkronalda yerləşən yaylalar var. Burada Yukon yaylasının adını çəkmək olar. Baxın, Böyük Hövzə yaylasının adını çəkmək olar. Colorado yaylasının adını çəkək, Colorado yaylası. Colorado adında kanyonun da adını haqqında danışmışdıq, Colorado kanyonu və Meksika yaylasının adını çəkmək olar. Deməli, bu yaylalar Kordilyer, yəni geosinkronal ərazidə yerləşir və Şimali Amerikanın artıq platforma hissəsinə nəzər yetirək. Deməli, biz artıq burada vulkanın adını çəkə bilmərik, yəni platformadılar bunlar. Burada Apalaç dağları, bilirik, Paleozoy erasında formalaşan Apalaç dağlarının adını çəkmək olar. Deməli, onun ən uca zirvəsi Mitchell zirvəsidir. Deməli, Apalaç dağlarında Mitchell zirvəsi və nəhayət Şimali Amerikanın 4-cü dövrün buzlaşmasını da onun haqqında yəqin ki artıq bilirsiniz. 4-cü dövrün buzlaşması onun gücsüz çoxlu göllərin əmələ gəlməsinə səbəb olmuşdur və Şimali Amerikanın şərqi geoloji cəhətdən platforma səthə malikdir. Burada mütləq qalxanın adını çəkmək lazımdır. Labrador qalxanı və Kanada qalxanlarının adını çəkmək lazımdır. Yəqin ki, əziz uşaqlar, qalxan bilirsiniz ki, platformanın bir qat olan hissəsidir. Yəni, sipər, qalxan, yəni filizlərlə zəngin olan hissəsidir. Orada çökmə suxur qatı yoxdur. Onu da yadımızda saxlayıq. Labrador və Kanada qalxanları adını çəkək və burada geniş düzənliklər, yəni ki, çoxdur. Baxın, Meksika yağını ovalıq, Atlantik yağını ovalıq, Mississippi ovalığı, Hudson sahili ovalıq, mərkəzi düzənliklər və burada böyük düzənliklərin adını çəkmək olar. Deməli, bu Şimali Amerikanın relyefi haqqında qeydlər apardıq. Yəni, Şimali Amerika ilə vulkanları, dağları, geosinkronalda yerləşən yaylaları və şərqindəki platformada yerləşən düzənlikləri və dağ sistemini qeyd elədik. Bax, mən xəritədə göstərdim. Təkrar baxıb öyrənə bilərsiniz. Nəhayət keçirik indi Cənubi Amerikaya. Cənubi Amerikada, əziz uşaqlar, deməli, geosinkronal hissəsi, geoloji cəhətdən geosinkronal hissəsi Ant dağları. Ant dağları bilirsiniz, Nazca tavası ilə Cənubi Amerika tavasının toqquşmasından burada əmələ gəlmişdir. Ant dağları, mis dağları zəngin mis ehtiyatları ilə örtülmüşdür, zəngindir. Mis ehtiyatları burada çoxdur və nəhayət burada Cənubi Amerikanın
vulkanlarını söyləyək. Əziz uşaqlar, baxın, test tapışıqlarında yəni vulkanları qəşəng öyrənsəz, yaxşı öyrənsəz, heç vaxt sizdə problem olmayacaq. Görürsünüz, vulkanlarla bağlı onların fəaliyyətdə olan vulkan, sönmüş vulkan kimi suallar səsləndirilər. Ekvatordan şimalda olan vulkanlar, məsələn, Şimali Amerikanın bütün vulkanlarını biz şimal yarımkürəsində olan vulkanlar kimi deyirik. Və Cənubi Amerikanın da burada bir vulkan var, Ruiz vulkanı. O da şimalda yerləşir. Çünki test tapışıqlarında qoyurlar şimal yarımkürəsində, qərb yarımkürəsində, cənub yarımkürəsində, şərq yarımkürəsində fəaliyyətdə olan sönmüş vulkan kimi suallar səsləndirirlər. Ona görə də yəni ki, özünə dəyər verən şagirdlərimiz var ki, onlar bax bunu yetər ki, o uşaq bilir ki, ona nə formada sual düşəcək və o formada da həmin abituriyent başlayır hazırlaşmağa. Amma bəzi şagirdlərimiz var ki, istəyirsən ona 10 dəfə deyinən, istəyir 20 dəfə deyinən, yəni 30 dəfədir, xeyri yoxdur deyir. Qoyaz töhməklə, qoyu sulu olmur deyiblər. Amma yəqin ki, əziz uşaqlar, özünə dəyər verən şagirdlərimiz vardır. Ona görə də Cənubi Amerikan vulkanlarını, baxın, Kolumbiya ölkəsinə düşən Ruiz vulkanının adını çəkirik. Ekvatordan şimaldadır. Və nəhayət Ekvador tərəfə düşürük. Burada deməli Cotopaxi vulkanının adını çəkmək lazımdır. Sonra burada düşürük biraz da aşağı San Pedro vulkanını deyirik. Çili ərazisinə düşür San Pedro vulkanı və nəhayət burada deməli ən hündür fəaliyyətdə olan vulkanlardan biri də Lülelayko vulkanının adını çəkmək olar. Bir də əziz uşaqlar, sönmüş vulkanlardan da burada deməli adını çəkmək olar. Çimborazo vulkanının adını çəkmək olar. Onlar sönmüş vulkanlardır. Deməli Cənubi Amerikada yerləşir. Nəhayət Cənubi Amerikanın şərq hissəsi artıq platformadır. Baykal qırışıqlığında yaranmışdır, yəqin ki bilirsiniz, bünövrəsi. Və nəhayət Cənubi Amerikanın burada qalxanlarını mütləq yadınızda saxlayıq. Siper Gviana qalxanı, bir də burada Braziliya qalxanı adını çəkmək olar. Və biz qalxanları bilirik ki, faydalı qazıntı kimi dəmir filizi ehtiyatları zəngindir. Onu Braziliya Avropanın dəmir filizi ilə təmin edən ölkəsi sayılır. Deməli, və nəhayət burada onun siniklinizində yerləşən, çökəkliklərdə yerləşən ovalıqları var. Bu da Orinoco ovalığı, Amazon ovalığı, dünyanın ən böyük ovalıqlarından biri sayılır Amazon ovalığı və burada La Plata ovalığıdır. Deməli, ovalıqlar mənşəci olur akkumulyativ düzənliklər, bir də yeri düşmüşkən deyəcəyəm, akkumulyativ və burada yaşıl rəng, yəqin ki, ovalıqlar olan, bilirsiniz ki, akkumulyativ düzənliklərdir. Hansının üstündə qalxan dediksə, o denudasondur. Məsələn, Braziliya denudason düzənlikdir, Gviana denudason düzənlikdir. Amazondur, Orinoco'dur, burada La Plata ovalığı, bunlar akkumulyativ düzənliklərdir. Yəni, siniklinizlərdə yerləşir. Cənubi Amerikanın bir yaylası da Patagonya yaylasıdır. Amma onu qeyd edək ki, Patagonya yaylası platformada yox, göy sinknalda yerləşir, əziz uşaqlar. Və nəhayət keçirik Afrikaya. Əziz uşaqlar, Afrikanın özü də geoloji cəhətdən onun sınma xətti boyunca bilirsiniz, divergent sərhəddə uzaqlaşmadır və qeyd olunur ki, haçaqsa Somali Afrikadan uzaqlaşır, qırılıb düşəcək, yəni okeana, belə bir yəqin ki, elə tasvir mövzusunda belə bir sual uzaqlaşır Afrikadan, yəqin ki, bilirsiniz, sınma xətti boyunca Afrika çatı yerləşir. Burada Qırmızı dənizdən Tazambezi çayına qədər bu məsafədə uzanır və həmin sınma xətti boyunca qraben mənşəli, görürsünüzmü, göllər vardır. Yəni Uzunsov, yəqin belə bir göllər var. Onu göllər dərsində danışacağıq. Afrikanın bir o qədər də çox vulkanları yoxdur. Onun fəaliyyətdə olan vulkanlarından biri Cənubi yarımkürəsində Kilimanjaro vulkanıdır və Afrikanın ən hündür zirvəsi hesab olunur. Burada Kamerun vulkanı vardır. O da bizim üçün fəaliyyətdə olan vulkanlar
vulkanlardır. Burada Karisimbi vulkanı var. Ondan sonra nədir? Karisimbi vulkanı var. Sonra deməli uşaqlar bu vulkanlar, yəni ki, nədir? Afrikanın şərq hissəsində və deməli Kenya vulkanı var. Yəni Afrikada bu vulkanların adını çəkmək olar. Və nəhayət deməli Kamerun vulkanı yəqin ki, elə eyni adlı burada ölkədir. Onun ərazisində yerləşir. Kilimanjaro isə burada Tanzaniya ölkəsi var. Orada yerləşir. Yəni əziz uşaqlar, nəhayət burada Afrikada Afrikanın cavan dağ sistemi Atlas dağıdır. Burada onun uca zirvəsi Tupkal zirvəsidir. Baxın uşaqlar, burada yerləşir. Əlcəzair ölkəsinin ərazisində düşür. Bu Alp qırışıqlığında yaranmışdır. Alp Himalaya aid olan dağ sistemidir. Yəni Afrika ilə Avrasiyanın toqquşmasından əmələ gələn dağdır. Və nəhayət burada qədim dağlar, Paleozoyda formalaşan Hersin qırışığında Kap və Əjdaha dağları burada yerləşir. Beləliklə Afrikanın bilirik ki, Afrika bütün belə deyək də materiklərin o özəyi, yəni bax bu hissi olmuşdur. Yəni hamısı ondan uzaqlaşmışdır. Qədim platformadır. Onun qədim olması nə ilə bilinir? Üzərində çoxlu düzənliklərin, hamar hissələrin olması ilə müəyyən olunur. Afrikanın şimalında bir sıra platolar var. Axaqar, Tsibesti, Darfur kimi Coz burada platosu var. Şərqində Efiopiya yaylası və Şərqi Afrika yaylaları yerləşir. Buna denudasyon, elə bunlar da denudasyon düzənliklərdir, əziz uşaqlar. Afrikanın özünün ən dərin çökəyi burada Əssal çökəkliyidir. Əssal çökəkliyinin dərinliyi 155, bəzən də 157 də deyirlər. Çökəklikdir. Yəni akkumulyasiya prosesi gedir. Şimalında Kattari çökəkliyi 133 metrə çatır. Burada Senegal çökəkliyi var, Kongo çökəkliyi var, Çad çökəkliyi var. Bir də cənubunda Kalahari çökəkliyi vardır. Baxırsınızmı? Biz Afrikaya belə nəzər yetirəndə onun profilini düzüb qoşsaq, şimalla şərq hissəsi, şimalla qərb hissəsi əyilmişdir. Yəni orada yaşlı rənglər daha çox görülür, çökəkliklərdir. Amma cənub və şərq hissəsi hündür hissələrdə nisbətən. Yəni onu bax bu şəkildə bölə bilərik relyefinə görə. Hündür Afrika, cənub-şərqi, alçaq Afrika, şimali-qərb hissəsi. Əziz uşaqlar, deməli Afrikanın şimalında düzənliklər çox olduğunun orada neft qaz ehtiyatları, fosforit yataqları daha çoxdur. Amma cənubunda, Carda, yəni Cənubi Afrika ölkəsində burada filiz faydalı qazıntıları, uran filizləri, daş kömür ehtiyatları daha çoxdur. Deməli, mərkəz hissəsində mis qurşağı kimi, yəni Ant dağlarında olduğu kimi Afrikanın mərkəzi Kongo çökəkliyi ətrafında Kongo ərazisində də burada mis ehtiyatları vardır. Nəhayət biz gəldik, çıxdıq Avrasiya materikinə. Avrasiyanın Alp-Himalay qurşağı boyunca vulkanlar adını çəkəcək. Amma bir şey qeyd edək ki, baxın uşaqlar, buradan, yəni ki, mərkəzi hissəsində fəaliyyətdə olan vulkanlar, nə də sönmüş vulkanlar qeyd olunmayıb. Yəqin ki, bunu da bir nəzərinizə çatdırım ki, yer qalın hissələri olduğu üçün burada vulkan adını çəkə bilmirik. Yoxdur, yəni burada vulkanlar. Və Avrasiyada vulkanlardan biri, deməli, burada İslandiyada yerləşən Hekla vulkanının adını çəkmək olar. Hekla vulkanı yəqin ki, bilirsiniz, tavaların uzaqlaşması nəticəsində əmələ gəlmişdir. Bir də burada deməli Heklanın yanında bir Qeyzer ölkəsi kimi tanıdığım İslandiyada, dilimdə tutmur, Bandarburqa vulkanının adını çəkmək olar. Yadımızda elə saxlayaq. Burada uşaqlar İtaliyada Siciliya yarımadasında, yadımızda saxlayaq, Siciliya yarımadasında Etna vulkanının adını çəkmək olar. Apennin yarımadasında isə
Vezuvi vulkanının adını çəkmək olar. Bu da hansı ölkədə yerləşir? İtaliyanın ərazisində Vezuvi, yəni yarımada hissəsində Vezuvi, Siciliya adasında isə Etna vulkanının adını çəkmək olar. Nəhayət burada deməli sönmüş vulkanlardan da adını çəkək. Türkiyədə Böyük Ağrı dağının adını çəkmək olar, sönmüş vulkanlarda. Burada Kazbek, Elbrus, Qafqaz dağlarında. Ondan sonra əziz uşaqlar, ölkəmizdə Qızılboğaz, İşıqlı, Gəlinqaya, Pəriçinqıl, Ayçinqıl kimi sönmüş vulkanların adını çəkmək olar. Nəhayət İran ərazisində də Savalan vulkanının, Səhənd, Savalan kimi vulkanların adını çəkmək olar. Nəhayət, deməli, daha çox burada sönmüş vulkanların adını çəkdik. Və indi onun relyefi haqqında danışaq. Baxın, Göy-Sinkanal boyunca cavan dağların adını çəkəcək. Burada Əndəlüs dağı, Pirini dağı, Alp dağları, Apenin dağları, burada deməli Balkan dağları, Staraplanina dağları, Karpat dağları, nəhayət burada Türkiyədə Pont, Tavr dağları, burada Kırım dağlarının adını çəkək, Qafqaz dağları, İran tərəfdə Zagros dağlarının adını çəkmək lazımdır. Nəhayət, baxın, bu hissədə, baxın, Türkmenistanla Əfqanistan arasında Kopet dağının adını çəkmək olar. Burada Pamir dağlarını, Tacikistan arasında Pamir dağlarını, ən hündür zirvələrdən biri də orada Somani piki 7495 metrə çatır. Baxın, onun adını çəkmək olar. Burada Karakorum dağları var. Karakorum dağlarında ən hündür zirvələr yerləşir. Yəqin ki, bilirsiniz, 7000-dən çox hündürlükləri olan dağların adını çəkmək olar. Orada dünyanın ikinci zirvəsi, Cogari zirvəsi, Comoluqmadan sonra ikinci zirvədir. Ondan sonra burada Hindukuş dağlarının adını çəkmək olar, Himalay dağlarının adını çəkmək olar ki, bunlar cavan dağ sistemlərdir, əziz uşaqlar. Yəni, bunlara baxdıqca siyahı var kitablarınızda. O kitablarla da uyğunlaşdıra bilərsiniz. Bunlar Alp qırışıqlığında yaranıblar. Və nəhayət Avrasiyada qədim dağlardan biri Skandinaviya dağlarıdır. Onun ən hündür zirvəsi Kolhopikin. Yəqin ki, Skandinaviyanın Palezo erasında formalaşması haqqında bilirik. Onun şimal hissəsi, cənub hissəsi, ona görə birlikdə deyə bilərik, Palezo erasında formalaşmışdır. Palezo erasında formalaşan, yəni Kaledonyanın herçində bir də Ural dağlarını adını çəkmək olar. Həm Skandinaviya, həm Ural dağları orta hündürlüklü dağlardır. Burada Narodnaya zirvəsidir, ən hündür zirvəsi. Deməli, yadımızda saxlayaq, orta 1800 metrdən hündür Narodnaya zirvəsi. Burada da Kalxapikin dağıdır. Uşaqlar Skandinaviyada, dedik, ikisi də Palezoda yaranmışdır. Nəhayət, burada Almaniyada Schwarzwald dağları var. O da yenə, siz deyin, o da Palezo erasında formalaşan dağlardır. Nəhayət, biz burada Mezoy qırışıqlığında yaranan dağlardan Verxoyanski, Çerski, burada Sxoti-Alin dağları, burada Cuqcur dağları, Koryak dağları kimi dağların adını çəkə bilərik. Burada Kunlun dağları, Tibet yaylası, bunlar Mezozoy qırışıqlığında yaranan dağlardır. Mezozoy qırışıqlığını yadınızda saxlayaq ki, yalnız iki materikə, Şimali Amerika ilə Avrasiya materikinə öz təsirini göstərmişdir. Mezozoy qırışıqlığında heç bir cənub yarımkürəsində yaranan dağ yoxdur. Burada da ki, dedik bayaqlar, qayalı dağlar, bir də dediyimiz kimi, bax, bu əraziləri əhatə eləmişdir. Hansı? Mezozoy qırışıqlığı, əziz abituriyentlərimiz. Nəhayət, burada bir də qeyd eləyək, Hindistanda Kap yox, Kap buradadır. Qat dağları Hindistanda var, Qərbi Qat, Şərqi Qat,
Bu da yenə də deməli qədim dağ sırasına aid edilir. Nəhayət burada düzənliklər hansılardır? İndi keçirik düzənliklərə. Düzənliklər Şərqi Avropa düzənliyi, Şimali Polşa, Şimali Almaniya, Şimali Fransa ovalıqları, ondan sonra Cavan platformu Qərbi Sibir ovalığı, Şimali Sibir ovalığı, Yana İndigirka ovalığı, ondan sonra Turan ovalığı, ondan sonra burada Qazaxıstan tərəfdə Ustyurt platosu vardır. Nəhayət platformada yerləşən Şərqi Çin düzənliyi yerləşir. Burada Mekong ovalığı, yəqin ki Hind-Qanq ovalığı yerləşir. Mesopotamiya ovalığı yerləşir. Mesopotamiya ovalığı və burada Xəzər sahili ovalıq yerləşir. Amma geosinklinalda yerləşən ovalıqlarımız hansılardır? Geosinklinalda, yəni sinklinal ərazilərdə Alp-Himalay boyunca 4 dənə düzənliyin adını mütləq yadınızda saxlayın. Bizim Küraraz ovalığımız, Lənkəran ovalığında deyə bilərsiniz. Gürcüstanda Kolxidi ovalığı. Burada Avropa tərəfdə Dunay sahili ovalıq. Və burada İtaliyada Po çayı var. Po çayının ətrafında Po ya da Padan ovalığı. Bax, sinklinalda yerləşənlər bunlardır, 4-dür. Bir də deyirəm, Küraraz ovalığımız, Gürcüstan Kolxida, Avropa tərəfdə Balkan yarımadasının bax, Dunay çayının sahili, Dunay sahili ovalıq, bir də burada Po ya da Padan, İtaliya tərəfdə Po ya da Padan ovalığıdır. Amma biz çəkirik, bax, Qərbi Sibir, Şərqi Avropa, Şimal, bunlar hamısı ya da Hind-Qanq ovalığı, bunlar hamısı Mesopotamiya, bunlar hamısı harada yerləşirlər? Platforma ərazisində yerləşən düzənliklərdir. Deməli, Qərbi Sibirlə Kürarazın nə fərq olacaq? Burada tektonika baş verir, Qərbi Sibirdə yox, məsələm üçün. Nəhayət, biz denudasyon düzənlikləri indi sayacağıq. Tibet yaylası, dünyanın ən hündür yayla Tibet yaylası, Orta Sibir yaylası, denudasyon düzənliklər. Ondan sonra İran yaylası, İran yaylası Gözinknala düşür. Dekan yaylası, Dekan həm də qalxandır. Orta Sibir yaylasında Anabar Aldan qalxanı. Avropa tərəfdə deməli Ukrayna və nə qalxanları? Ukrayna qalxanı, bir də Baltik qalxanı. Ukrayna və Baltik qalxanları. Orta Sibirdə deməli Aldan Anabar qalxanı, Hindistanda Dekan qalxanı, Ərəbistan qalxanı adını çəkmək olar. Bunlar qalxanlar. Deməli, platformanın sipər, yəni ki, çökmə xurqatı olmayan ərazilərdir. Nəhayət, əziz uşaqlar, Avstraliya haqqında, Avstraliyada yeganə materikdir, vulkan zəlzələ olmur, vulkanlar bunun haqqında danışmayacaq. Onun qərb hissəsində Paleozoyda formalaşan böyük su ayrıcı dağları ya da Avstraliya Alpları yaranmışdır. Şərqində də yaylalar və ovalıqlar vardır. Burada onun orta deməli bu özü Avstraliya Alpları orta hündürlüklü dağlardır, qədim dağdır. Burada Macdonell dağının adını çəkmək olar. Uluru dağının adını, Macdonell, Uluru kimi dağların adını çəkmək olar. Və burada Hamersli dağının da adını çəkmək lazımdır. Burada Şimali Karpentariya sahili ovalıq, mərkəzi ovalıq. Uşaqlar, burada mərkəzi ovalıqdır, burada mərkəzi düzənliklərdir. Çaşmayaq. Deməli, bir də Qərbi Avstraliya yaylasının adını çəkmək olar. Qərbi Avstraliya yaylasının adını çəkmək olar. Deməli, böyük su ayrıcı dağlar, Macdonell, Uluru, Hamersli dağları və burada Qərbi Avstraliya yaylasının adını çəkmək olar. Burada plato var, Barkli platosu. Bilirsiniz də, plato hamarlaşmış, stol kimi hamar olan düzənliklərə deyilir və nəhayət burada da Nollar Bar düzənliyinin adını çəkmək olar və burada da mərkəzi ovalıq yerləşir. Əziz uşaqlar,
Antarktidanın özündə də Terror vulkanı, yəni ki, Ant dağlarının davamı Antarktidanın qərb hissəsi Göy-Sinknaldır, Transantarktida dağları, şərq hissəsi isə platformadır və burada Terror vulkanının adını çəkmək olar. Bir də Terror vulkanı, bir də Vinson massivinin adını çəkmək olar ki, bax burada hələ də fəaliyyətdə. Bu da onu göstərir ki, Antarktida hələ də daha əmələ gəlmə davam edir. Belə əziz uşaqlar, neysə bir şey anlaya biləcəksinizsə mən çox sevinərəm. Əgər bir köməyim dəyəcəksə sizə çox sevinərəm. Əziz uşaqlar, yəni mən bunu göstərdim sizdə. Üzərinizdə çalışın, mütləq çalışın. Çalışmaq, əməksevər olun, Yapon xalqı kimi nədir, gələcəyiniz olsun. Oxumaq, oxumaq, yenə də oxumaq. Çalışmaq, çalışmaq, çalışmaq. Özünüzə dəyər verin. İnşallah yaxşı olar. Səbirli olun. Öyrənmək istəyin. Bu sizin sosiallaşmağınız üçün mütləq vacibdir. Yəni, başqa fənlərlə işim yoxdur. Yəni, hər fənnin özünün gözəllikləri olduğu kimi coğrafiyanın da çox gözəllikləri, yaxşı cəhətləri çoxdur. Yəni ki, hər kəsə, həkimə də coğrafiya lazımdır, mühəndisə də lazımdır. Bütün bu yerlərdə hansı ölkə yerləşir, necədir, onun quruluşu haqqında hər kəs, hər bir ixtisasçı bilməlidir. Sağ olun.